السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء فاتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Muhterem Müslümanlar, en birinci takva olmağınıza çağırıram. Və mühüm məsələlərdən biri də qardaşlar, hansı ki bu məsələdə Müslüman gərək oyaq ola, diqqətli ola, o məsələlərə ciddi yanaşa və çalışa, onlara tabi olmaya, o şübhənə şəhvətdir. Yəni şübhələrə və şəhvətlərə uymaq. Və təbii ki, şübhələrə, şəhvətlərə uymağın səbəbləri var. Və səbəblərdən məsələn, günahların çoxalmağı. Yəni çox vaxt şəhvət və şübhələr, günahlar çoxalanda artır. Və həmçinin imanın zəifliyi səbəblərdən biridir. Və həmçinin demək olar ki, axirət gününə imanın zəifliyi. Çünki axirət gününə iman, qardaşlar, necə lazımdır iman gətirəndə, xüsusən axirətə iman deyəndə, qardaşlar, hər şey daxildir ora. İnsan öləndən ta cənnət məsələləri. Bu, axirətə iman damsı. Qəbir əzabı axirətə imandır. Sual axirətə imandır. Qəbirlərə həşr olunmaq axirətə imandır. Tərəzi, qiyamət günü, əməlləri ölçmək. Onlar hamısı axirətə imandır, daxildir. Cənnətə daxil olmaq, cəhənnəmə, soru-sual və s. və s. Bunlar hamısı axirətə imandır. Təbii ki, insan daima bunu yaddan çıxartmasa, günahlardan çəkinməyə ən böyük səbəblərdən biridir, qardaşlar. Lakin bunlar yaddan çıxanda günah insan edir və heç bilmir nəticəsi nə ola bilər. Bəs bir gün bunlara görə cavab verəcək. Ona görə fikir versəz, imanın 6 dənə şərtindən çox vaxt Quran-ı Kərimdə də Allaha iman və axirət gününə iman yada salınır. Məsələn, fikir versiz ayələrə deyir ki, onlar ki, Allaha və axirət gününə inanarlar. Onlar ki, Allaha və axirət gününə inanarlar. Həmçə hədislərdə də Peyğəmbər sallallahu əleyhi və səlləm kim Allaha və axirət gününə inanırsa, ya xeyr danışsın, ya da sussun, məsələn. Fikir versən. Lakin gəlmir Allaha və mələklərə inanan. Allaha, kitablara inanan. Fikir versən, axirət qeyd olunur. Elə bax, buna görə. Və həmçinin, qardaşlar, səbəblərdən həmçinin Allah barədə cahil olması. Məsələn, Allahı yaxşı tanımamaq. Allahı, ən birinci Allahı düzgün tanımaq lazımdır. Elə Peyğəmbər də sallallahu aleyhi ve sellem ən birinci Allahı tanımağı tövsiyə edirdi. Dəvətinin əsası idi. Allahı da tanımaq, Allah subhanət hala isim və sifətlərlə tanıya bilərsən. Əlhəmdülillah, Allah subhanət hala Quranda buyurur, o görür, eşidir və s. və s. Və onu görməyində, eşitməyində həd yoxdur. Yəni, bunu bilən qorxar, çəkinər. Amma buna imanı zəif olan görürsən ki, günah eləyir, günah rahat eləyir, gedir, fikirləşmir. Və ya məsələn, bizim avamlar, yəni görürsən, cahillər, pirin yanından keçəndə qəbristanlığı mantifonun səsini alır. Belə ki, keçir ora, indi 40 addım, 35 addım, cürbəcə addımlar deyirlər, ondan sonra xod verir.
Ebu ki, bir dənə orada olmaz. Və Allahı yaxşı tanımayıb o. Bəs Allah hər hansı ki, hər yan görür və eşidir, baxmayaraq özü səmadadır. Necə o deyib? Özü. Ona görə insan həmçinin Peyğəmbəri yaxşı tanımamaq və şəhvət şübhəni çoxaldır insanda. Dini marifləndirmə olmamağı, özündən razı olmağı. Təsəllüf, bunlar cəm olanda bir-birinin üstə zülmətdir. Və zülmət üstə zülmət yığan nura çata bilməz. Nur ola bilməz onda. Ona görə Allah Subhanahu taala buyurur, Əl-Nur surəsi 40-cı ayədə: "Və men lem yec'alillahu lehu nuran fema lehu min nur." Deyir ki, Allah Subhanahu taala Allah bir kəsə nur bəxş etməsə, onda nur olmaz. Yəni, nuru Allah Subhanahu taala verir. Yəni, nur qəlbə gedir, ən birinci qəlbə. Deməli, məlum oldu ki, qardaşlar, şübhələrin və şəhvətin insanda çoxalmağı günahların nəticəsindədir. Və həmçinin şübhə, şəhvət şeytan qapılarıdır insana. Şeytan çox vaxt insana bu qapılardan girir. Çünki xəstəliklərdir bunlar əslində. Şübhə, şəhvət və həmçinin demək olar şöhrət. Və həmçinin qardaşlar, Peyğəmbərimiz sallallahu aleyhi ve selləm bizə bildirib ki, şübhənə şəhvət axır zamanda çoxalacaq. Yəni, qiyaməti yaxın. Necə Əbu Hureyra radiyallahu anhu, Əbu Hureyra da Əhl-i Beyti sevənlərdən biridir və Əhl-i Beyt də onu sevirdi. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve selləm buyurur ki, zaman çox yaxınlaşacaq. Yəni, məsələn, yollar yaxınlaşacaq. Yəni, məsələn, buradan gedirdin bir aya, harasa, Məkkəyə, 6 aya, indi gəlsən 2 saata, 3 saata. Yəni, Peyğəmbər sallallahu buyurur ki, bu texnikə işarədir. Və həmçinin bayan qudul elm və elm azalacaq. Yəni, alimlər azalacaq. Paxıllıq artacaq. Təbii ki, nəticəsi gönlündə nəticələr verir. Paxıllıq artacaq. Fitnə çoxalacaq, fikir versən. Və ölüm də çoxalacaq. Çünki harac deyir ona, sonra sahabələr başa düşmədilər. Dedilər, ya Rasulullah, harac nədir? Dedi ki, ölüm. Yəni, döyüş və s. bura daxil namısı. Buxari rivayət edib. Və həmçinin, axır zamanda ümumiyyətlə, insan qəbristanlığı yanından keçəndə ürəyindən keçəcək ki, o qəbirlərdə olardı. Yəni, artıq yaşamaqdan bezir. Yaşamaq o böyük problemlərdən və s. Ona görə Əbu Hureyra, yenə Əbu Hureyra Əhl-i Beytin aşiqlərindən biri, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, qiyamət qopmayacaq ta o vaxta qədər ki, bir kişi qəbristanlıqdan yanından keçəndə arzulamayacaq ki, orada o yatardı. Kaş ki, orada o yatardı. Yəni, görür, bəzən insanlar görürsən ki, ölümü, deyir, kaş ki, öləydim, məsələn. Yəni, bunu görməzdim və s. bezir hər şeydən. Xüsusən də günahlar olanda. Buxar rivayət edib. Və həmçinin, qardaşlar, nədən gəlir şübhə, şəhvət? Nədən gəlir? Təbii ki, şübhə şübhələr etiqadın fəsadından gəlir. Yəni, etiqadın xarab olmasından, şəklərdən və həmçinin bidətlərdən, xurafatlardan şübhələr gəlir adama. İnsanın şübhə gələndə dəqiqləşdirməlidir. Dəqiqləşdirmək elmlə, faydalı elmlə, nağıl elmlə yox, faydalı elmlə şübhəni aparır. Lakin dəqiqləşdirməyəndə görsən gedir. Şübhə də elə xəstəlikdir ki, fikir verdikcə çoxalır. Şübhənin əlacı budur ki, fikir verməyəsən və elmləşəsən. Lakin fikir verdikcə çoxalır. Amma şəhvətin isə, xəstəlik şəhvətin isə səbəbi o insanın şəriətə müxalif olan məsələlərə gedməyi, yəni nəfsinə uymağı. Şəhvət qapılarını açır insana. İnsan gəlir nəfsin boğa.
nəfsinin qulu olmaya, nəfsi tabi eləməlidir özünə. Çünki Allah Subhanahu taala buyurur ki, nəfs sizi pisliyə əmr aparır, pisliyə meyl elətdirir. Lakin kim nəcət tapır? Mömin. Mömin nəcət tapır ancaq. Həmçinin qardaşlar, bu şübhə, şəhvət mövzusuna toxunanda, bunu da bilin ki, İslamın düşmənləri, Allahın düşmənləri, ən birinci şeytan, iblis, onlar bu iki dənə məsələdən çox böyük istifadə edirlər. Və məsələn, fikir verirsiniz ki, müsəlman cəmiyyətlərinə hədəfdədir. Müsəlman cəmiyyətlər hədəfdədir. Etiqad pozğunçuluğu, fikir pozğunçuluğu, əxlaq pozğunçuluğu. Bunlar hamısı bu hədəfdə işləyir, yayılır. Yəni, fikir verirsiniz, etiqad pozğunçuluğu, məsələn, adamlar çıxardılar adamlar, xəstə adamlar, onlar reklam olunur, onlar barədə danışırlar, onların həyatı barədə və s. görsən, adiləşir. Məsələn, maviçilik, məsələn, fahişəlik. Məsələn, görsən ki, çıxır mavi kişilikdən danışır. Yəni, millətimizə kişiliyi öyrədir. Və ya fahişə çıxır, namusdan danışır. Və həmçinin, qardaşlar, həmçinin, təbii ki, bu ən böyük günahlardandır. Kim bu fəsadı yayır, onlar üçün cəhənnəmdə əzab var, böyük. Allah subhanət hələ buyurur ki, İnnəl-ləzīnə yuhibbunə ən təşi'al fəhişətu fil-ləzīnə əmənu ləhum əzəbun alim fid-dünya vəl-əxirə vallahu ya'ləmu və entum la ta'ləmun. Allah subhanət hələ buyurur ki, möminlər arasında pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. Ancaq Allah bilir. Siz isə bilməzsiniz. Təbii ki, bu iş edənlər böyük günahdadırlar və cəhənnəmə qazanırlar bu dünyada elə. Cəhənnəmin əzabın düçar olmaqdır bu. Ona görə, qardaşlar, bilmək lazımdır ki, bu fikir müharibəsi o müharibələr ki gedir, silahla ondan daha pisdir və ondan daha zərərlidir və təhlükəlidir. Və böyük müharibə deyil. Və həmçinin, qardaşlar, yəni düşmənlər bundan məharətlə istifadə edir. Və lakin insan, mömin, hətta misal çəkmək olar. Məsələn, indiki bu müsəlman cəmiyyətdən götürsə, elə bir ki, bir balaca uşaqdır, qərib isə böyük bir oğlandır, avaran biridir. Bu da balaca baxır ona. Görür ki, məsələn, qərb sigaret çəkir, bu da deyir, mən də sigaret çəkəcəm. Çünki necə balaca böyüyə baxıb eləmir. Və ya böyük neynir, bu da deyir, elə bilir ki, bu yaxşıdır. Elə bilir ki, bu kör-köranı təqlid yaxşıdır, amma əslində pisdir. Və bu misaldır. Bu misal kimidir? Misal vəziyyət belədir, qardaşlar. Və həmçinin, qardaşlar, əlac nədir? Necə müsəlman özün, ailəsin, cəmiyyət necə qoruna bilər? Dinlə. Ancaq dinlə, imanla, Allah subhanət hələ itaətlə, Peyğəmbər salsın itaətlə, ancaq insan özün şübhədən və şəhvətlərdən qoruya bilər. Və doğrudan da elədir. Ona görə İbn-i Qeym rahiməhullah qəlblərin müəllimi buyurur, əgər insan qəlbi bir saat qəflətdə olsa, yəni Allahı yaddan çıxartsa, Allah zikri, şeytan ona hakim olur dərhal. Şeytan gəlir, başlayır ona vəsvəsələri. Əgər bir saat, təsəvvürlə, bir saat. Və başqa Fəvaid kitabında, Fəvaid İbn-i Qeymin, rahiməhullahın Fəvaid kitabı var. Məsləhət də onu oxumaq, lakin yavaş-yavaş.
Çünki müəllif, rahiməhullah, qəlblərin müəllimi idi. Çox dərin mənalarda danışır bəzən. Lakin çox dəqiq danışır. Və danışanda da insan özünü hiss edir o halı. Keçib o hallardan. Və deyir ki, başqa yerdə Fəvaid kitabında, 46-cı səhifədə, deyir, insanın xətri əgər nə istəyir, özünü müdafiə eləməsə, o nəyə çevrilir? Deyir, fikrə çevrilir artıq. İnsanın xətri nə istəyir, ona mübarizə aparmasa, o artıq fikrə çevrilir. Başlayır onu barədə fikirləşməyə. Və əgər fikri qarşı mübarizə aparmasa, onda o çevrilir artıq şəhvətə. Əgər şəhvəti qarşı mübarizə aparmasa, o artıq çevrilir əzmə, yəni istəyə, artıq eləmək istəyir və əgər onunla da mübarizə aparmasa, o artıq çevrilir feylə. Yəni artıq onu eləyir. Gör necə başlayır? Fikir, yəni xətir, nəfs, sonra çevrilir fikrə və çevrilir sonra şəhvətə, sonra çevrilir əzmə, yəni istəyə, güclü istəyə və sonra çevrilir feylə, əməlin özünə. Və əgər o feyli mübarizə aparmasa, artıq çevrilir adətə. Çevrilir adətə. Və sonra deyir ki, rahiməhullah, axırda bu cümləni qutarır və deyir ki, və o haldan çıxmaq onun üçün sonradan çox ağır olur. O haldan çıxmaq onun üçün çox ağır olur. Və həmçin qardaşlar, düz deyir, rahiməhullah. Və həmçin qardaşlar, şəhvətdən və şübhələrdən qutarmaq üçün həmçinin insan baxmalıdır, kimlə durub oturur. Çünki salihlərlə oturmaq şübhədən, şəhvətdən uzaqlaşdırır insanı. Əks halda şübhə ilə şəhvətlər çoxalır. Fikir ver, nə qədər hədislər var, ola bilsə ayələr də var. O Peyğəmbər salsan deyir, bir nəfər, 100 nəfər öldürür ha. Alim ona nə deyir? Alim deyir ki, bu yaşadığın yeri fəsad əhlidir. Get filan yerə, orada salihlər yaşayır. Fikir verirsən, insan günahlardan çəkinməyinə, şübhələrdən, fəsaddan çəkinməyinə durub oturanlara fikir verməlidir. Yerinə fikir verməlidir. Alim deyir ki, get, burada sən düzəlməyəcəksən. Çünki burada oturan ətrafın, əhatə eləyən səni, sən qoymayacaq düzəlməyə. Və ya məsələn, fikir versən şəriətdə də, əgər evli kişi, qadın zina eləyibsə, evli, daşqalaqdır. Amma həyatı qurmayandılarsa, subaydılarsa, onları şallaxlayandan sonra bir il yaşadığı yerdən uzaqlaşdırmaq lazımdır. Ne üçün? Hətta o harada edib, oranı görəndə günah yaddan düşməsin. Yaddan çıxsın. Bu ona görədir, həmçinin onun məsləhətinə görədir. Çünki sabah şallaxlayanda şallaxlamaq da gizlin olmur axı, cəmaatın qabağında olur, meydanda. Ki sabah küçəyə çıxsa hamı deyəcək ki, dünən meydanda bunu şallaxlayırdılar, onu qoruyub hüquqların. Ki yaddan çıxsın, bir ildən sonra gəlində yaddan daha danışmayacaqlar. Şəriət hər şeyi nəzərə alıb. Ona görə qardaşlar, insan şübhədən və şəhvətdən və şöhrətdən və sair xəstəliklərdən çəkinmək üçün oturduğu adamlara fikir verməlidir. Təsəvvürlə salihlərlə bir yerdə olmaq hətta heyvana fayda verdi. Hətta heyvana fayda verdi. Necə Qurtubi rahiməhullah buyurur Kəhf surəsində, o Kəhf surəsində it. Nədir salihlərlə bir yerdə olduğuna görə Allah subhanət hala onu şərəfləndirib, Quranda onu zikirləyib. Görürsən, salihlərlə olmaq nədir? Ona görə qardaşlar, bu böyük xəstəlikdir. Şübhə, şəhvət, şöhrət və s. Və insan əlac da nədir qardaşlar? Əlac din. İnsan özün, ailəsin, ancaq dinlə qoruya biləcək. Ona görə Allah subhanət hala bizə buyurur ki, özü və əhl-i beytivi, əhl-i beyt deyəndə yəni zövcələr də,
qızlar da daxildir, qızın da, yəni, demək olmaz, onlar daxil deyil. Nədirlər onda? Əhl-i beyt olmasa, yəni, qonşudurlar, yoxsa qohumdurlar, yoldan keçiblər, gəliblər, evə giriblər. Onlar da əhl-i beytdir də, yəni, zövcün, əhl-i beyt deyəndə, yəni, Allah Teala buyurur, öz əhlivi, yəni, zövcələri də və qızlarını da cəhənnəmdən qoru. Bu bizə Allah Teala əmr edir. Allah Subhanahu taala bizə işin faydalarından etsin. Aqulu həzə və estağfirullah li və ləkum və risa'il muslimin min kulli zənbin estağfiruhu innehu ləğafurur rahim. Bu dərs sizə ixlasla.com saytı tərəfindən təqdim olundu.